Bu həyatda nəyisə eləyib peşman olmaq, nəyisə eləməyib peşman olmaqdan qat-baqat yaxşıdır. Öz-özünüzə bir sual verin. Mütləq belə bir mövzu olub ki, haçansa demirsiniz ki, kaş ki bu məsələni həll eləyərdim və yaxud da bu problemi aradan qaldırardım. Əgər həmin müddət ərzində, yəni keçmişdə o məsələni həll eləsəydiniz, bugünkü gündə ürəyinizdə xal qalmazdı. Həmin məsələni vaxtında həll eləsəydiniz, bəlkə də sizin üçün daha yaxşı bir nəticə ilə sonluqlana bilərdi. Bu sizin vəziyyətdən asılı olaraq dəyişir. Kimdə ola bilər sevgi məsələsi ilə bağlı ola bilər, kimdəsə hər hansısa bir xəyalla bağlı ola bilər. Hamıda vəziyyət başqadır, bir-bir durub saymayacağam. Ona görə də mən hər zaman deyirəm, həyatda müəyyən sərhədlər çərçivəsində istədiyinizi eləyin. Çünki əgər istədiyinizi eləməsəz, peşman olasınız və bu peşmançılıq sizdə çox uzun bir müddət qalır. Hətta deyərdim ki, ömrünüzün sonuna kimi qalır. Ona görə çalışın, istədiyinizi eləyin, peşman olun. Yenə də yaxşı da nəticələnə bilər, pis nəticə ilə də nəticələnə bilər. Amma günün sonunda əsas məsələ odur ki, ürəyinizdə xal qalmayacaq və gecə də yatdığınız zaman rahat yatasınız və dediklərimi çalışın, unutmayın.